Bugün sizə qadınlarımız arasında çox rast gəlinən yumurtalıqların polikistoz sindromundan danışacağıq. Polikistoz sindromu və ya PCOS bunlar təkcə aybaşı problemi deyil. Bu ciddi metabolik və hormonal balans pozğunluğu nəticəsində yaranan bir xəstəlikdir. Əlamətləri aybaşı gecikmələri və ümumiyyətlə aybaşın olmaması, üz, sinə və qarın nahiyəsində tüklənmənin olması, sızanaqların aknenin olması, saçların ciddi tökülməsi, artıq çəki kimi əlamətlər də ola bilər. Bəzən çəkinin artmaması da müşahidə oluna bilər. Bədən çəkisinin artması, insulin müqavimətinin olması əsas əlamətlərindən biri ola bilər. Vacib odur ki, polikistoz sindrom təkcə ultrasəs müayinəsinə qoyulmur. Beynəlxalq protokollara görə ən azı 2 meyar lazımdır. 1. Düzənsiz ovulyasiyanın olması, yəni yumurtlamanın olmaması. 2. Hiperandrogenizm, yəni qanda testosteron səviyyəsinin artması. 3. Ultrasəsdə polikistik yumurtalıqlarda görünüşü. Müalicə hər qadın üçün vacibdir. Həyat tərzi dəyişiklikləri, lazım gələndə hormon tənzimləyici preparatlar və ən əsası realist yanaşma. Məqsəd təkcə aybaşını qaydaya qoymaq deyil. Məqsəd ümumi hormonal sabitlikdir. PCOS idarə olunur, ancaq vaxtında müraciət etdiyiniz zaman və düzgün istiqamətlə. Özünüzü günahlandırmırsınız. Sadəcə balansı bərpa etməniz lazımdır. Vaxtında müraciət olunan pasientlərdə həm effektin alınması yaxşı olur, həm də gələcək fəsadlardan qorunmuş olur. Ona görə də bu videonu daha çox insana çatması üçün xanım izləyicilərimiz arasında bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın.